Salam aleykum, hər vaxtınız xeyir dəyərli izləyicilər. Adventure motosikletlər görünüşü heybəti ilə məni ən çox vahimələndirən dizayn. Bunlara minməkdən həmişə çəkinmişəm. Bu da Sefmoto 450 MT. Namını çox eşitmişdim. Çox sağ olsunlar. Test drive üçün veriblər. Yoxlayacaq. At boydadır maşallah. Görək bu Adventure Rally dizaynında olan vəhşi necə bir şeydir. Bir dənə səsinə diqqət. Atımıza minmək vaxtıdır. Ya Allah! Bugün özdə hava küləklidir. Elə bizə biraz da külək lazımdır ki, bir yoxlayaq da yellənməsin, zadı da. Nə də olsa Adventure motosikleti. Cəmaat bununla nə bilim çıxır dünyanın zadı gəzir eləyir. Hayda, yağış yağmağa başlayır deyəsən. Bunu gözləmirdim. Yağış yox, xahiş edirəm. Bax, bunun ləzzəti başqadır. Şeyzat gözləmirsən, ay nə bilim burada kələ kötür var, nə var? Belə hop hop. Offroad olması özünü göstərir. Yağma zat daha gözləmirsən də bir sözlə. Ay qarşıma nə bilim yağma çıxar, nə çıxar. Arada lazım olanda bax çıxdım bura. Hop. Bu işdə yaxşıdır. Düzdür çıxmağı tövsiyə eləmirəm heç vaxt. Amma indi biraz test üçün göstərirəm ki, yəni vecib almırsan da daha orada. Lakkalukuzadı. Baba. Oba. Ben sıkaq buradan. 450 cc 2 silindirli motor öz sözünü deyir. Dəhşət külək var, amma istədiyim yaxşıdır, stabilliyi xoşuma gəldi. Amma bu ön ayna qoruyucu aynadır, nədir opşim? Öndən gələn küləyə çox yaxşı bloklayır. Xoşuma gəldi. Əsasən kələ kötürü yerlərə girəcəm bunu. Təbii ki, mənə bunun təkərlərinin yolda tutumu da maraqlıdır. Çünki biraz off-road təkərləridir, yüngülvari, tam da demək olmaz. Bu təyinatlarından biri də bilirsiniz, ayaqsa sürməkdir. Burada ayaqsa sürəmirəm elə. Onu da bir öyrənərəm inşallah. Ya buran qalxaq. Ayda, ləzzətdir də. Çox bomba qalxır, çox. Ayda, yamaları nəzərə almadan getmək nə zor hissiymiş. Burada da off-road yerlər var idi əslində. Balaca baxmaq olar. Yolsuzluğa girək bir balaca görə özü necə göstərir buralarını. Əladır. İndi siz təsəvvür eləyin, bura o bir motosikletlərimlə girərdim də mən. Daq-qadaq düşmüşdü. Belə rahat geçmək olardı. Baba. Yağmazat vecibə deyil. Basıb geyirsən. Həblə yerlərdə tərs çevrilmiş qayıbə amortisatorları çox əla işləyir. Dönmələrdə rəkili çətinlik çəkirəm. Rolu fərqlidir, yökədir. Əslində bunun manevri daha asandır, sizə deyim. Prosta bir balaca adaptasiya olmalıyam. Yəni beynim öyrəşməlidir, əlim qolum öyrəşməlidir. Çox qəşəng götürülənir yerindən, sizə deyim, əladır. Harada dağınıq yol gördüm. Girməyə çalışıram, belə bir yer gördüm. Vidadi Quliyev nəsə küçədir burada da. Baxaq buralara da. Yaman gündədir, daşlar görürsünüz, yolsuqlar kimi. Hörməyəsiz ha üstümə. Hep balalar da var imiş. Oy. Uşaqlar görürsünüz də yəni. Məncə söz demə ehtiyac yoxdur. Yavaş tormuzu basaq çünki heç vaxt belə yerlərdən gəlməmişəm. Oy, superdir da yəni. Buna da, bunun hissləri tamamilə başqaymış qardaş. Burada yol yoxdur deyəsən. İndi buraya qalxmaq var, bayaq rahat düşdüm. Görək nə də qalxacaq. İnşallah yıxılmarıq. Dayanam, oydu. Ay. Ləzzət. Üzr istəyirəm. Oyda. Hoşlu bir şeydi. Ya bu tamamıyla başqa hisslərim bir şeydi uşaqlar. Oyda. Elə belə bir dənə 20 yanvara dəyib qayıdım. Görüm ümumiyyətlə normal asfaltda, yəni yol tutumu falan necədir təkərlərin. Çox maraqlıdır. Özünü görüm necə göstərəcək. Bir dənə onu dəqiqləşdirin. Sonra inşallah yenə dərələrə, təpələrə qalxarıq.
Yeri gəlmişkən təkərlər ön 21, arxa 18-dir. Dediyim kimi səkiyə çıxmağı kimisə məsləhət görmürəm. Amma boşluqdur deyə istifadə edirəm və çox zövqlüdür sizə deyim. Xoliqanlıq edirəm ki. Duxum var benda ilə falan bunlar elə də. Külək artıb deyə biraz bunu qaldırım. Amma yağış biraz gücləndi. Çox möhtəşəmdir də yəni. Ayda, hündürlükdə qalmaq belə. Nə bilim, bunun hissləri tamamilə başqaymış. Bendanı satıb alacağam. Yox, bundan sonra mən bendaya minə bilmərəm ya. Bunun azadlığından sonra bendaya minə bilərəm mən. Hardan gəldi basket söhbətindən sonra mən bendaya minə bilmərəm. Ayda yağış artdı. Yağış artdı, yeri gəlmişə yağışda test eləyərik. Görək sürüşməyəcək təkərləri. Yağışı gözləmirdim. Sürüşmək demişkən ABS, traction control zat hamısı yüksək səviyyədədir ha. Demək, uşaqlar, benda nəzərdə tutulub şey üçün. Napoleon 500 yəni. Düz yollar üçün, asfalt yolları üçün. Yəni şəhər üçün, səliqəli sürüş üçün də belə deyək. Bu hamı isə fikir verirəm, yol tutumu da çox qəşəngdir. Mənə maraqlı idi ki, ancaq offroad da belə ləzzətli gedir. Yox, normal yol üçün də çox yaxşıdır. Asfalt tutumu yaxşıdır. Elə kakraz yağış da yağır. Suyu da yoxlamış oluruq ki, görəsən suda falan sürüşmə yoxdur. Hələ ki bir sürüşmə falan hiss eləmirəm. Həm asfalt üçün yaxşıdır. Həm sınqıllarda falan dağınıq yerlərə gir. Yəni ay Allah, mən buradan keçə bilərəm, keçmərəm deyə söhbət eləmirsən də. Yəni özünə limit qoymamaq bombadır. Yəni çox xoşuma gəldi bunun bu tərəfi. Nəzərə alsaq ki, mən Masazırda yaşayıram. Bizim yolları da bilirsiniz də, yaman gündə. Benda ilə sürürəm. Benda gözəl motosikletdir. Yəni görkəmi, vidi. Mən nə yalan deyim, bu motosikletlərin görünüşü o qədər də mənim stilimdə deyil. Amma bu komfort, bu ləzzət, yəni belə basıb getmə söhbəti hardan gəldi? Yəni mən o gözəllikdən vaz keçərəm inan. Mən bundan qorxardım həmişə, minməzdim. Minmək istəməzdim, amma nə bilim, hələ ki dediyim kimi hər yerə girib çıxmaq söhbəti, ümumiyyətlə bu motosiklet azadlığın sanki pikini verir adama. Çox qəşəngdir də yəni o tərəfdə. Və asfaltı da yoxlayıram, yəni tutumu falan əladır. Maksimal sürət 160-dır, bir ilokçab motosikletlər sürət deyil, komfort yönümlüdür. Aralardan keçmə məsələsindən qaldıqda isə gördüyünüz kimi, yəni çox da çətin bir şey deyil. Halbuki mən özümü qorxusurmuşam. Özdə güzgülərə baxın, hündürdədir. Gördüyünüz kimi var, rahatdır. Baxın görün güzgüsü harda qalır, gördünüz? Hündürdə. Ayda, bununla nə səfərə gedərəm? Gedərəm gəzmaqlara. Şuşaya zada gedəsən bundan. Oturuş pozisiyasından danışım. Gördüyünüz kimi düzdür və bu da yəni belində problem olan insanlar üçün, belə ağrıyan və yaxud da uzun yol üçün möhtəşəmdir da yəni. Çox rahat oturuş pozisiyası var. Qəti heç bir yanında bir narahatçılıq, ağrı zat heç nə hiss eləmirsən. Oturuş demişkən mənim boyum 1.73-dür və motosiklet üstündə belə olaram. Yəni ayaqlarım bu qədər yerə dəyir. Tormuzu da yaxşıdır. Yeri gəlmişən gördünüz. Reski qabağa çıxdı deyə bastım. Tormuzlar da superdir. Gəldim o məşhur Duz gölümüzün yanında bir söz axabıda sağ tərəf yaman gündə də işim o tərəfə çıxmır. Amma bizim testimiz üçün əladır. Bir dənə özümüzü verək sağa görək nətər olur. Aha! Yoxlayaq. Hoppa. Ləzzət edir. İndi bu hündür motosikletdə atdan düşmə ləzzət edir belə yerlərdə. Hoppa. Tullandı mı? Ama buranı da biz də gözlədiksə burada nə oldu? Deyəsən bir 2 il falandır o motosiklet sürürəm. Bir dəfə də olsa heç bir motosikletdə aşmamışam. Bunu aldığım ilk günündə elə təzəcə minmişdim ki, bir balaca dediyim kimi hündürlüyü məni çox narahat eləyirdi, belə vahiməli. Elə qırdım burasını, düşdü ayağımın üstünə. Yerimdə dayandığım yerdə elə balansımı itirdim. Ayağıma heç nə olası deyil idi. Prosta özümü çoruxdurdum, qabağa attım ayağımı. Qoruyucuların altına düşdüm, motosikletin qoruyucularının altına. Yoxsa ortasına düşəndə heç nə olmur. Ondan sonra getdim motobaza.
Bir dənə qoruyuculu bot aldım. 2 ildir demək olar ki, bütün qoruyucu geyimlərim var idi da. Yəni kaskdı taxıram, əynimdə bunlar qoruyucu ilə də hamısı. Motobozdan almışam, bunu da yeri gəlmişəm. 1-2 ildir geyinirəm. Şalvarımı da motobozdan almışam. Cinsin içindədir qoruyucular. Amma botum yox idi. Geyib onu da aldım. Həqiqətən möhtəşəm keyfiyyətlidir. Özdə təzə gəlib bu botlar. Özdə bir dəfə alırsan və salamaya geyinirsən. Əsas da bu tip motosikletlərdə mütləq bot almağı unutmayın. Çünki offroadda filan daima motosikleti yana ayağın üstünə aşırmaq təhlükəsi mövcuddur. Ümumiyyətlə geyimlər motobusda çox keyfiyyətlidir. Yəni bu insanlar heç vaxt keyfiyyətsiz mal gətirmirlər. Həqiqətən mən bir şey anladım ki, yəni motosikletdə gözəllikdən ilk öncə sənə tam azadlıq verməlidir ondan ləzzət almaq üçün. Gözəllik qıraqdan da, amma üstünə çıxanda müəyyən limitləri özünə qoydunsa, buradan keçməyin, burada nə bilim nə var, burada yəni belə rahatlıqla, keyflə ya buranı keçmədinsə, həqiqətən bir müddətdən sonra o zövq olur. Çünki gözəllik falan filan bu şeylər hamısına gözünü öyrəşir. Amma sonradan istəyirsən komfort olsun, yol tutumu qəşəng olsun, hər yerdən keçə biləsən. Məsəl üçün mənə yaxşı pulum olsa, deyərəm ki, qardaş, bendan saxlayıram, arada bendan sürərəm. Bunu da alıram, ataram, bunu da dağlar, zatlar, offroada gedəndə, o yan, bu yan, ləzzət, heç bir limit bilmək istəməyəndə sürərəm. Məsələn, bendan da arada şəhərdə də qəşəngdir, gözəl görsənir falan filan. Kruizində ləzzəti başqadır da. Onu da arada çıxaram, şəhərdə falan sürərəm. Amma o qədər də imkan sahibi deyiləm deyə. Məsəl üçün, nəsə alanda fikirləşirəm ki, qardaş, mənim üçün universal olsun da. Yəni bir motosikletlə kifayətlənib, o da mənə limitləməsin ki, oradan keçmək olmaz, buradan belə olmaz, oradan elə olmaz. Ona görə bu sürəndən sonra anladım ki, Mənə bu tip motosiklet lazım imiş. Dediyim kimi, tam mənim istəklərimə cavab verir. Həm şəhər içi yaxşıdır, həm uzaqlara getsəm, səfər falan etmək istəsəm, fikirləşməyəcəm ki, ayağım ora girməz, bura girməz. Həm üstünə çantalar yığ, bildiyiniz kimi bu çantaları falan da var. Qəşəng çantalarını zaten istədiyin kimi yığırsan, düşürsən yola, səfərə, haradasa qalırsan, kamp eləyirsən. Bundan ona görə Əfqanistan, zat, o yan bu yan gəzirlər. Bundan da gəzməyib, nə ilə gəzəsidilər? Bunu məhz belə yerlərdə sürməyin tamamilə başqa bir zövqü var. Harun gedir özdə təlimsiz, zatsız, ümid edirəm peşmançılıq olmaz. Hündürüyü görürsünüz. Ay, Harun, davay. Ay da ora gözüm almır amma qalxacam. Qalxacam inşallah. Davay. Davay Harun, qorxa qalxıram. Qalxdım. Süper. Gözəl. Beləsi olmamışdı heç vaxt. Mən bu çıngıl yollarda gedim. O yerlərə gedəndən sonra bu yerlər adama və heç də gəlir. Təkərlər yüngül var, o yana bu yana belə sürüşür, ləzzət eləyir. Çox xoşuma gəldi. Bir dənə sport qalıb yoxlamadığım uşaqlar, onu da yoxlamaq istəmirəm. Nəysə qayda qoca bilmirəm hara gedirəm. Bir dənə sport qalıb, prosta onu niyə yoxlamaq istəmirəm? Otluqlara girib maraqlı necə gedir? Otluqlarda da yaxşıdır. Çünki qorxuram birdən nəsə onun aerodinamikasına, sürətinə falan öyrəşərəm, sonra sürət xəstəsi olaram, ona görə istəmirəm. Amma uşaqlar bu dəhşətdir. Hara gəldi gir çıx da qardaş. Limit yoxdur. Bilirəm sözü çox təkrar aradım, amma inanın ki, hal-hazırdakı sizə o zövqünü, o gözəlliyini bu sözlərimlə çatdıra bilmirəm. Görün bura nətə düşəcəm, oralar çox yaman gündə idi. Ümid edirəm ki, sağ-salamat düşərəm. Görürsünüz də uşaqlar, bilmirəm burada kamerada hündürlüyü çatdırmaq olur yoxsa yox. Nə olur? Düşürəm də. Bilirəm sizin yerlərdir, bilirəm. Düşürəm. Harun yavaş Harun, yavaş. Buradan bir dənə kəllə mayallıq açdınsa bütün həyatın gözümün önündən keçəcək. Yox, yaxşısan çatdın. Yaxşısan. Süper. Dəhşət bir şeydir. Birinci bu offroad yerlərdə də yavaş sürürsən, amma öyrəşdikcə burada da sürət falan artırmağa başlayırsan. Biraz qaz verək. Əvvəl qaçırdım ki, bura girməyim. Ayamam bura girməyim altı deyər. Ayamam burada yağmurlar. Ayamam burada daş. İndi deyirsən ki, mənə daş ver. Qeyd edim ki, mən axşam motosiklet sürməkdən zəhləm gedir, amma bunun işığı zad o qədər güclüdür ki, həm də belə komfort filan, axşam da nəsə motosiklet sürməkdən elə də narahat olmadım.
Millət, son olaraq bir təcrübəmi də sizlə paylaşım. Demişdim, yəni yıxılmışdım. Bu motosikletə keçəndə bir dəfə offroadla yıxıldım, bir dəfə də darvazadan çıxanda. Obşəm, həmçinin yerimdə yıxılmışam. Sumqayıtdan qaydanda bir dəfə də eyni halı yaşadım. Həqiqətən bu botları mən elə bildim, ancaq yıxılanda faydası var. Amma belə də çox faydası var imiş. Demək necə? Motosikleti yenə sol tərəfə aşırmaq istəyəndə, elə ki motosiklet dirəndə ayağımı, bu altıda gördüyünüz kimi yivlidir, yəni sürüşmür. Yəni yerdə ayaq sabit qalır, bükülmür. Güc üzərinə düşəndə rahat bir şəkildə qaldırdım. Elə bil motosiklet əyləndə sən ayağınla tam gücü ötürə bilirsən. Yəni sadəcə əzələ gücü yox, ayaqqabının strukturu da işləyir. Yəni bu tip motosikletlərə keçirsinizsə, kaskdan sonra ikinci almalı olacağınız ən vacib şey mütləq və mütləq botdur. Bu gözəl motosiklet üçün CF Motoya təşəkkürümü bildirirəm. Əgər bu videoya baxırsınızsa, demək mən də artıq Bendanı satıb CF Moto 450 MT-yə keçmişəm. Belə dəyərli izləyicilər, ilk dəfə olaraq bir adventure motosikleti yoxladıq. İnşallah növbəti videolarda görüşənədək videonu bəyəndinizsə, like edib, rəy yazmağı unutmayın.